Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şəmkirdə evin həyətində kişi meyidi tapılıb. Məlumata görə hadisə səhər saat 7 radələrində rayonun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini 64 yaşlı Etibar Seno qeyd edir ki, ad soyad şərtidir. Həmin şəxsin meyidi yaşadığı evin həyətində ailəsi tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır. Əzizlərinin yaxınlarına səbr diləyirik. Bakıda gənc qız qəfil vəfat edib. Xəbər verilir ki, yanvarın 16-sı saat 22 radələrində Qala qəsəbə sakini 2001-ci il təvəllüdlü Əminə İsmailovanın səhhəti yaşadığı evdə pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb. Ölümün dəqiq səbəbi hələlik bilinmir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır. Əzizlərinin yaxınlarına səbr diləyirik.